الشيطان الرجيم بسم الله الرحمن الرحيم ما كان على النبي من حرج فيما فرض الله له سنة الله في الذين خلوا من قبل وكان أمر الله قدرا مقدورا ما كان على النبي من حرج فيما فرض الله له سنة الله في الذين خلوا من قبل وكان أمر الله قدرا مقدورا الذين يبلغون رسالات الله ويخشونه ولا يخشون أحدا إلا الله وكفى بالله حسيبا ما كان محمد أبا أحد من رجالكم ولكن رسول الله ولكن رسول الله وخاتم النبيين وكان الله بكل شيء عليما وكان الله بكل شيء عليما صدق الله العلي العظيم أحسن ما شاء الله اللهم صل على Muhammed ve Ali Muhammed. Bağışlayan ve mehriban uca Allah'ın adıyla Allah'ın salavat selamı olsun Peyğəmbərimiz ve onun pak ailəsinə. Salamlayıram əziz Quran və şübhələr verilişinin izləyiciləri sizləri. Allah'ın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun inşallah. Allah rəhməti heç birimizin üstündən əsik olmasın inşallah. Bu günləri yenə də əziz ruhanimiz Hacı Elnur Xudaverdiyevlə sizin xidmətinizdəyik inşallah. Sizin suallarınıza cavablandırmağa çalışacaq. İnşallah istərdim əziz ruhanimiz Hacı da salamlaşsın və mövzumuza davam edək inşallah. Hacı, xoş gəlibsiniz. Buyurun inşallah söz. Bismillahirrahmanirrahim. Mən də əvvəldə sizi və əziz və dəyərli izləyicilərimizi salamlayıram inşallah. Allah hərbilərimizi bu yolda, müqəddəs yolda müvəffəq eləsin inşallah. Çox sağ olun Hacı. Allah razı olsun. Allah ömrünüzə bərəkət versin. Əziz izləyicilərimizdən Hacı gələn sual budur ki, Əhzab surəsi, Quran-ı Kərimin 33-cü surəsi, onun 37-ci ayəsi haqqında
danışılsın. Təbii ki, onun sualı ki, bu cür verilib, məqsəd var orada. Qurani-Kərimdə elə deyək də müsəlmanlar dönəmin əgər biz nəzərə alsaq, mən səhv eləmirəmsə 3 nəfərin adı Qurani-Kərimdə gəlib. Biri Peyğəmbərimizdir ki, Allahın salavatü səlamı olsun ona. Bəzi yerlərdə Muhammed olaraq, bəzi yerdə Əhməd olaraq gəlib. Yəni, ad olaraqdan söhbət gedir, işarə olaraq, bəli, başqa işarələr də var ki, biz onlara mövzumuz deyir. Və biri Peyğəmbərimizin oğulluğu ki, Zeyddir ki, həmən bu ayədə, Əhzab surəsinin 37-ci ayəsində söhbət açılır Zeyddən və bir də Peyğəmbərimizin qatı düşməni olan Əbu Ləhəbin əmisi Vəli, onun adı çəkilibdir Qurani-Kərimdə. Qurani-Kərimdə heç bir sahabənin adı gəlməyib. Amma bu Zeydin adı ki, Qurani-Kərimdə gəlib, bu nə üçün gəlib? Və burada hansı mövzuya işarə olunur ki, bunun haqqında sizin də məlumatınız var və istərdik ki, əziz izləyicilər də bilsinlər ki, bu günlər bu məsələni şübhə kimi ortalığa atıblar, deyirlər ki, Peyğəmbər öz gəlinin və yaxud gəlinliyin, əslində gəlin dövrüdür, gəlinlik idi. El arasında bizdə deyirlər, bir adamın evladı olmayanda, Allah bütün evladı olmayanlar salih o salihə evladlar nəsib eləsin inşallah. Onlar ki, evladlıq özlərinə götürürlər. O evladlıq ki, özlərinə götürəndə əgər oğlandırsa, onun aldığı xanım onu elə bil ki, o qaynatıya gəlinlik sayılır. Əgər o evladlığa götürdükləri qadındırsa, onu ərə getdiyi kişi onun yeznəliyi sayılır da. Məsələn, yeznə döyür. Çünki şəriətdə oğul və ya o qız və yaxud yeznə və yaxud gəlin, bunların şəriətdə hökmü ayrıdır və Qurani-Kərimdə də bunların aşkar hökmləri var ki, bunlar məhrəmlərdən sayılırlar. Ki, mövzumuz bu olmadığına görə biz bu məsələlərə geniş girmirik. Amma söz budur ki, Həzrəti Peyğəmbər ki, öz gəlini ilə evləndi. Öz gəlini ilə evləndi. Nə bilim, onun haqqında təbii ki, uydurmalar, cəfəngiyatlar var ki, danışıblar. İstərdik ki, bu mövzu haqqında inşallah danışaq və sizin də fikrinizi bilək inşallah. Amma mən bu söhbətə daxil olmamışdan əvvəl istərdim ki, əziz izləyicilərimiz də bilsinlər ki, burada 3 dənə ayə ardıcıl olaraq bu mövzu ilə bağlıdır. Burada 36-cı ayə, Əhzab surəsi 36-cı ayə, Əhzab surəsi 37-ci ayə və 38-ci ayə məxsusən bu mövzu ilə əlaqədardır. Ki, bu mövzu özü, yenə deyirəm, çox mühüm bir məsələdir. Əgər mühüm olmasaydı, Peyğəmbərimizin Zeyddən də üstün sahabələri var idi. Ki, belə deyək, Zeyddən də sabit qədəmlər var idi. Zeyddən də öndə olanlar var idi. Onların adı belə Qurani-Kərimdə gəlmir. Zeydin adı gəlibsə, bu xüsusi bir önəm daşıyan bir məsələdir ki, Peyğəmbərimizin öz gəlinliyi ilə evlənməsi məsələsi. İstərdim sizə əziz fikrini bilən və təbii ki, mən də öz fikirlərimi bildirəcəm. Ya Allah. Bəli, çox gözəl vurğuladınız. Əvvələn bunu izləyicilərin nəzərinə çatdıraq ki, bu 3 dənə adın xüsusi olaraq Qurani-Kərimdə ad olaraq gəlməkliyi, o cürünə ki, gözəl vurğuladınız. Məsələn, Əli əleyhissalam İslamda ən birinci iman gətirən və Peyğəmbərin qucağında böyüyən. Onu belə də vurğu, bəziləri deyir ki, ilk iman gətirən kişi, amma bu günlər bizim böyük alimlərimiz elə Respublikamızın böyük alimlərindən özləri deyir ki, ilk iman gətirən kişi kimi demək özü Əli əleyhissalama bir hörmətsiz idi. İlk iman gətirən şəxs nə qadınlardan, nə kişilərdən Əli əleyhissalamdan öncə heç kəs iman gətirmir. Çünki Əli əleyhissalamın öz söz dedi ki, Peyğəmbərə vəhy nazil olanda o dağda, hər dağda mən də oradaydım və o sözləri mən də eşidirdim. O mənada Həzrət Əli əleyhissalam əvvəlin iman gətirən şəxs idi. Biz belə baxanda bütün üstünlüklər, İslam Peyğəmbərinin Əli əleyhissalamın barəsində dediyi üstünlüklər, fəzilətlər, sonra Əli əleyhissalamın Salman var idi, Əbu Zər var idi. Amma niyə Zeydin adı? Qur'an-ı ki, onların adı çəkilməyib. Əli əleyhissalamın adı yoxdur. İşarələr çoxdur. 300-dən artıq Əli əleyhissalamın barəsində məxsus işarələr var. Amma 750-dən artıq Əli əleyhissalam ümumi işarələr var. Əli əleyhissalamın barəsində. Niyə ad olaraq bu 3 nəfərin adı çəkilib? Təbiidir, burada Allah Teala həmin məsələnin önəmin istəyir cəmiyyətə çatdırar ki, bu necə önəmli məsələdir. Yəni, heç kimin tanımadığı, sadə bir vətəndaş olan bir Zeyd, amma başına gələn bir əhvalat var. Allah o əhvalatı Zeydin ünvanında cəmiyyətə
çatdırmaqdan ötəri və onun əhəmiyyətini çatdırmaqdan ötəri Allah ad olaraq Quran-ı Kərimə salır ki, təbiidir ki, Quran-ı Kərimdə Zeydin adı gələndə, çünki hamı maraqlanır. Niyə Zeydin adı Quran-ı Kərimdə? Zeyd nə qayırıb? Zeyd nə iş görüb? Hamı başlayır bu məsələnin barəsində nə etməyə? Mütaliə eləməyə. Və mütaliə eləyəndə təbii ki, bu əhvalat ortaya çıxır. Və məsələnin önəmi ortaya çıxır ki, Allah Teala da elə bunu istəyir. Həmçinin götürəndə Peyğəmbərin qatı düşməni Əbu Ləhəbin, çünki Peyğəmbərin dövründə yaxın adamı olasan və Peyğəmbərə xəyanət eləyəsən, həm bir qohum kimi, həm bir yaxın adam kimi və insanların arasında Peyğəmbər bilirsiniz, neçə adam çox qatı surətdə kədərləndirir, bir də Əbu Ləhəbdir. Yəni, Peyğəmbər o sözü deyəndə təbliğat məqamında daşı götürüb Peyğəmbərin dişini sındırdı. Yəni, bu hətta hədislərdə var ki, neçə məqam var, mələkləri ağladı. Biri də həmin bu məqamdır ki, Əbu Ləhəb, Allah lənət eləsin, Peyğəmbərin dişini vurdu, sındırdı. Allah da bu məsələni Quran-ı Kərimdə əhəmiyyətini çatdırdı. Bəli, bu üç məsələnin Allah əhəmiyyətini çatdırmaq üçün biz bu ki, qaldı məsələnin içərisinə daxil olmalıyıq. Əvvəldə bir ayə var. Mən çox istəyərəm ki, sizə əvvəldə o ayəyə işarə vurasınız. Ondan sonraki ayəyi. Hacı 36-cı ayədə Mehriban Allahımız belə buyurur. Və mə kənə li mu'minin və la mu'minətin izə qadallahu və rasuləhu əmrən. Elə bir mömin və möminə, yəni istər kişi, istər qadın, ixtiyarı yoxdur ki, əgər Allah əmr eləyibsə və Peyğəmbəri əmr eləyibsə bir işin haqqında qərara gəlibsə ki, bu iş olsun, ən yəkunə ləhumul xiyara. Yəni, bunların seçim ixtiyarı yoxdur. Əgər Allah bir mömin və möminə qadın haqqında bir işi qərara gəlibsə, bizim seçim ixtiyarımız yoxdur. Əgər söhbət bizim Allah və Peyğəmbərə bağlılığımızdan gedir. Bəzi adam deyir ki, əgər Allah, Peyğəmbər bizim seçim ixtiyarımızı əlimizdən alırsa, day ondan nə oldu? Xeyr. Söhbət dinə Allaha bağlılıqdan gedir. Dini məsələlərdə gedir. Bəli, təslimçilikdən söhbət gedir. İslam nə deməkdir? İslam yəni təslim olmaq. Allahın və Peyğəmbərinin canişinlərinin əmrinə tabi olma, təslim olma. İlkin növbədə Quran bizə nə deyir? Allaha təslim, Allah, Peyğəmbər və ulul əmr. Bəli. Ətiyullah və ətiyur Rəsul və ulul əmri minkum. Bu itaət eləyin Allahdan, itaət eləyin Allahın Peyğəmbərindən və bir də əmr sahiblərindən. Ki, yəni möminlərin ixtiyarı yoxdur. Allahın sizin üçün qərarı aldığında ixtiyar eləyəsiniz, seçim eləyəsiniz. Min əmrihim və mən yəsillah və rasulə. Hər kəs üsyan eləsə Allaha, yəni Allahın sizin üçün qərar verdiyinə üsyan eləyəsiniz. Yox, mən bunu qəbul eləmirəm. Belə olduğu halda məsələdə Allahın və Peyğəmbərin üzünə qayıtsa, yəni əgər Allah və Peyğəmbəri sizin üçün bir işi qərara gəlibsə, sizin də ixtiyarınız yoxdur ki, bu işdə nə edəsiniz? Ona üsyan eləsiniz. Fəqad dallə dalalən mubinə. Ki, həqiqətən bu bir azğınlıqdır ki, özü də aşkar bir azğınlıq. Bu ayə nəyi deyir? Bu ayə onu deyir ki, Peyğəmbərimiz, Allahın salavat-ı salamı olsun ona və onu pak ailəsinə, günlərin bir günü oğulluğu olan həmən bu Zeyd. Bu Zeydin əhvalatını inşallah siz danışarsınız. Necə Peyğəmbərin oğulluğu olub. Ki, istədi ki, bunun üçün elçilikə getsin. Kimə? Zeynəb Cəhəşin qızına. Bunun qızına elçi getsin və bunu onun üçün alsın. Yaxşı, bu elçilik Allah Peyğəmbəri tərəfindəndir. Deyir, Peyğəmbərimiz onun evinə elçi gedəndə Zeynəb elə anlayırdı ki, mənim özümü Peyğəmbər özü üçün almağa gəlib. Amma burada Zeynəbin imanının məqamına baxın bilən hacı. Ki, yəni ürəyindən keçir ki, Peyğəmbər məni bəlkə özü üçün almağa gəlib. Peyğəmbər gəlir onu Zeyd üçün istəyir. Zeyd kim olub? İnşallah siz onu danışacaqsınız. Bir qulam olub. Azad olmuş bir qul olub. Nökər olub. Yəni bir adlı sanlı ərəb mühitində adlı sanlı bir insanın bir qula ərə getməsi onların şənlərinin aşağı olmasın. Yəni elə bir öz məqamlarını aşağı salırmışlar. Amma Peyğəmbər gəlib deyibən, yəni Allah belə düşünüb ki, sən bunu ərə gedəsən. Gör, heç bir etirazda olmadı və ona ərə də getdi. Bəli. Yəni burada məsələ nədir? Burada məsələ odur ki, bu insanlar
o qədər təslim olublar ki, Allaha və Allahın peyğəmbərinə heç bir etiraz eləməyiblər. Acı bu təslim məsələsinə gəldikdə, İnşallah sizin də əlavələriniz olsa deyirsiniz. Deyir, təslim, 3 növ təslimiyyət var. Təslimlikin bir növü budur ki, bəzi insanlar var ki, əgər o təslimlik mənim mənafeylərimə uyğundursa, bu günləri mənə Allah nəsə əmr eləyib. Baxıram ki, bu mənim özümə uyğundur. Mən buna təslim ola bilərəm. Baxır bir yerdə ki, mən burada təslim olsam, mənim cibimdən nəsə gedəcək, mənim nəsə çətinliyim olacaq. Orada qəbul eləmir. Deyir, belə insanlar yu'minuna bi bəz və yakfuruna bi bəz. O insanlar kimidirlər ki, Allahın əhkamının, şəriətin bəzisinə iman gətiriblər, bəzisinə iman gətirməyiblər. Bəli. Bu insanları yəni bizim dinimiz qəbul eləmir. Din odur ki, mənim öz xeyrimə olsa da, mənim öz ziyanıma da olsa, mən bunu canı dildən qəbul eləməliyəm. Bəli. Ola bilər ki, mən bu sözü deyim və bu mənim əksimə olsun. Nə bilim, o Əli Əleyhisselam sahabəsi var idi ki, gəldi də mən oğurluq eləmişəm, əlimi kəs. Əli Əleyhisselam dedi, desin gərək əlin kəsilir. Yəni o qədər təslim idi imamına ki, əlinin kəsilməsi belə ki, öz ziyanınadır, ona da razı olur da beləncə sahabələr çox olub. Deyir, ikinci təslimlik odur ki, bəzi insanlar var ki, elə öz həyatları kimi Allah tərəfindən bir təslimlik gələndə o dəqiqə razı olurlar. Bunlar kimdirlər? Bunlar həqiqi möminlər, həqiqi müsəlmanlardılar. Üçüncü insanlar deyir, daha yüksəklərdir. Bunların özlərinin heç bir seçimləri yoxdur. Bunların gözləri qalıb yalnız Allahın, peyğəmbərinin və imamlarının. Yəni özləri üçün bir belə deyək, seçim tutmayıblar. Onlar bizim haqqımızda nə qərar versələr biz onu eləyəcəyik. Bunlar deyir, ən yüksək insanlardılar ki, bu cür insanların haqqında var ki, Allah buyurur ki, əgər Allah və Peyğəmbəri sizin üçün bir işi seçdikdə sizin orada seçim ixtiyarınız yoxdur. Məsələ bunun üstündən gəlir. Ki, bu ayə bağlıdır buna ki, Həzrəti Peyğəmbərimiz Zeynəbi kimin üçün seçmişdi? Öz, bəli, oğulluğu üçün. Söhbət oğulluqdan gedir. Və bunlar da buna təslim olmuşdular. Amma növbəti ayədə gəlir, nə deyir? Növbəti ayədə deyir ki, yenə Peyğəmbərimiz gəldi. İndi bunların aralarında narazılıqları var imiş. Bu Zeydlə Zeynəbin arasında narazılıqları var imiş ki, bunlar boşanmaq qərarına gəlirlər. Peyğəmbərimiz tövsiyə eləyir ki, Zeydə, boşanma. İndi o tövsiyə əmr xarakterli olub, o tövsiyə nəsihət xarakterli olub. İnşallah bu ayə haqqında da sizin fikirlərinizi bilər, inşallah. Çox gözəl vurğuladınız Seyid, geniş surətdə Allah sizə əziz eləsin. Mən əvvəldə istəyirəm elə bu ayəni ki, siz ərəbsini dediniz, izləyicilərimizin xidmətinə, mən onun tərcüməsini çatdırım. İzləyicilərimiz bilsin söhbət nədən gedir. Əhzab surəsi 37-ci ayənin tərcüməsi. Allah buyurur ki, ey Rəsulum, xatırla ki, o zaman Allahın İslamı qəbul etməklə nimət verdiyi və sənin də azad etməklə nimət verdiyin kəsə, yəni Zeyd ibn Harisəyə, zövcəni, yəni Zeynəbi saxla, Allahdan qorx deyirdin. Allahın aşkar edəcəyi şeyi, yəni Zeynəblə evlənəcəyini ürəyində gizli saxlayır və adamlardan, yəni insanlardan, onların tənəsindən qorxurdun. Halbuki Allahdan qorxman daha layiqdir. Zeyd ondan əlaqəsini kəsdikdə, yəni boşadıqda, biz səni onunla evləndirdik ki, oğulluqları, zövcələrini boşadıqları zaman onlarla evlənməkdə möminlərə bir çətinlik, yəni bir günah olmasın, yəni rahatçılıqla evlənsinlər. Allahın əmri mütləq yerinə yetirilməlidir. Ayə budur. Söhbət bu ayədən gedir. Və sualı da ki, haqlı olaraq bizim izləyicimiz verir ki, bu söhbət ayə nəyi çatdırmaq istəyir. Bu ayədə təfsir sahibləri, mən o ki, təfsirə baxırdım, alimlərimiz 4 dənə əsas nöqtəni çıxardıblar. Bir, ayədə hansı nöqtələrə diqqət yetirmək lazımdır ki, və Allah onu vurğulayır. Mühüm mətləblər. Bir, Zeyd və Zeynəbin evliliyi. Zeydlə Zeynəbin evliliyi təbiidir ki, Zeyd əvvəl bir qulam idi və İslamı qəbul elədi. İslamı qəbul eləyəndən sonra təbii ki, Peyğəmbər onun əxlaqına görə, ədəbinə görə onu oğulluğa götürdü. Oğulluğa götürəndən sonra Zeynəbə gəldikdə isə, Zeynəb isə Peyğəmbərin bibisi qızı idi. Bəli.
bibisi qızı çox da zadəgan bir nəsil idi. Çox da imkanlı bir ailənin qızı idi. Bəli. Və Peyğəmbər sosial bərabərçiliyə, yəni bəzən cəmiyyətimizdə belə fikir formalaşır ki, varlının qızın varlı almalıdır. Bəli. Kasıbın qızın kasıb almalıdır. Və cəmiyyətin neçə şey uçurma aparır, biri də budur. Aferin. Bu məsələnin kökü elə o zaman cahil ərəblərin dövründə də var. Peyğəmbərimiz bu məsələni aradan götürməklikdən ötəri hər bir şey İslam Peyğəmbər əvvəl özü imtahan edib, özündən başladı. Bu məsələdə də həmçinin Peyğəmbər götürdü sosial bərabərliyi baxımından öz qulamın, yəni oğulluğun Zeynəbin qapısına gedir və siz də o cürə ki vurğuladınız, Zeynəbin xəyalına gəlmirdi ki, yəni Peyğəmbər öz qulamı və yaxud oğulluğu üçün mənim qapıma gələr. Onun üçün evlilikdən. Və sonradan məsələ aydın olur ki, Peyğəmbər onun üçün evliliyə gəlib Zeynəbi onunla evləndirmək istəyir. Və təbii ki, Zeynəb Peyğəmbər onun qapısına gəlib ilahi bir əmir təslim oldu bu məsələyə. Təslim oldu və bu evlilik baş tutdu. Bu evlilik baş tutdu. Bu Zeynəb və Zeynəbin evliliyi. Bu ayədən birinci nöqtə. Allah Teala deyir ki, nemət verdik. İki dənə nemət deyir. Bir Zeydin nemətdən birinci məsələ Zeydin müsəlmançılığı, ikinci nemət bu məsələdə. İkinci nöqtə ki, bu ayədə var. Allah Teala Peyğəmbərə deyir ki, ürəyində gizli saxladığın şey. Nə idi o gizli Peyğəmbərin qəlbində gizli saxladığı? Sonradan bu iki dənə Zeydlə Zeynəbin evliliyi arasında ailədə təbii ki, anlaşma olmadı. Düzgün bir-birindən anlaşa bilmədilər. Bir-biri ilə düzgün sırada anlaşa bilmədiyini nəysə görə. Tarix bunu fərqli-fərqli. Olur da, mümkündür. Bütün ailələrdə olur. İnsanlar var ki, düşüncə fərqləri olur və yaxud çətinlikləri. Fikir ayrıqları olur. Əsli məsələ odur ki, Zeynəb boşanmaq istəmirmiş. Yəni, məsələ budur ki, Zeyd onu boşar. Və Quranın ayəsində buyurur ki, sən ona dedin ki, boşama bunu. Qorxutdun. Hətta dedim ki, yəni sən bunu boşama ki. Yəni Peyğəmbər tövsiyə eləmişdi. Bəli, qorxutdu ki, Zeynəbi boşama. Amma burada Peyğəmbərin ürəyində gizli saxladığı məsələ nə idi Peyğəmbərin gizli saxladığı? Bunlar ki, anlaşa bilmədi. Allah Teala qabaqcadan Peyğəmbərə dedi ki, Cəbrailin vasitəsilə bunlar ayrılacaqlar. Bunlar boşanacaq və bunlar boşanandan sonra sən o Zeynəbi öz əyalın olaraq nə etməlisən? Görməlisən. Yəni öz yoldaşın olaraq almalısan. Bu artıq bu əmr gəlib Peyğəmbər bunu bilir. Bu məsələ bununla bitəcək. Bu Peyğəmbərin qəlbindədir. Və Peyğəmbər çox fikir eləyirdi. Burada niyə fikir elirdi Peyğəmbər? Bu fikir haqqında mən bir söz deyim, üzr istəyirəm, xahiş edirəm, sözünüzü unutmayın. Mən mütaliələrdə belə bir şey gördüm. Deyir ki, yəni əvvəldə çox gözəl bir məsələyə vurğuladınız, Allah sizdən razı olsun. Dediniz ki, yəni Peyğəmbər özü bəzi şeyləri ilk olaraq Peyğəmbər həyata keçirdirdi. Yəni bu günləri hətta bizim belə bir əhvalatımız var. Bir nəfər evladı xəstə idi. Həkim ona demişdi ki, xurma yeməyinə evladın gətirdi Peyğəmbərin yanına. Peyğəmbərə deyir, ya Rasulallah, bu səni çox istəyir, kəlmə yerə salmır. Buna tövsiyə eləyinə ki, xurma yeməsin. Deyir Peyğəmbər deyir ki, sabahları gələrsən. Deyir sabahları gəldi, dedi ağıllı balam, gözəl balam, xurma yeməkinə. Bu idi, deyir gedəndən sonra uşaq o yana getdi, başsa ya Rasulallah, uşaq dedi, qəbul elədi. Xanım dedi, ya Rasulallah, bir kəlmə idi, bunu dünən də deyirdi. Dedi, yox, dünən özüm xurma yemişdim. İstəmədim özüm elədiyim şeyi başqasına deyim, sən eləmə. Yəni özüm birinci ona əməl edim. Yəni Peyğəmbər əgər insanlar arasında, yəni ayrı seçkilik qoymamaq, o belə deyək də üstünlüyü, o şəraiti hazırlamaq istəyirsə, ona birinci kim əməl eləməlidir? Peyğəmbər özü əməl eləməlidir. Peyğəmbər də ona kimi ilə başladı? Oğlu kimi tanınan, yəni oğulluğu Zeyd və bibisi qızı ən yaxın insanı ki, o idi. Yəni bunlar ki, zadəgan idi, bu ki, belə deyək, qulam idi. Bunların arasında bu fərqsizliyi yaratdı və insanlara göstərdi ki, yəni bu işi birinci mən elədim. İndi məsələnin bu tərəfi də var. Peyğəmbər indi bu Zeyd bunu boşamaq istəyir. Peyğəmbər ona niyə deyir boşama? Axı, yəni buradan bu şəraiti mən hazırlamışam. Sabahları mənə deyərlər ki, bax sən gəldin, bunu aldın, bizdən apardın, indi bu da boşadı, qaldım, belə deyək, başsız. Bu necə olacaq? Peyğəmbər özlüyündə deyir ki, bu ki, məsələn, belə deyək, indi boşanır, bu qız belə qalandan sonra, görsənə bunu mən özüm alsam necə olar? Bəlkə o, belə deyək də, o boşluğu mən özüm təlafi eləyəm, özüm dolduram. Hətta deyir, qəlbində bu da belə var idi. Amma ən gözələn siz vurğuladınız ki, Allahın ona bir vəhyi var idi ki, bunlar boşansın sən alcına. Hətta bizi
digər mənbələrdə belə bir, əlbəttə Peyğəmbər üçün böyük bir töhmətdir. Yəni Peyğəmbərin adına belə çıxardıblar ki, o ki deyir, Allah Quran-Kərimdə qəlbində, ürəyində gizli saxladığın şey, onlar deyirlər ki, Peyğəmbər ürəyində həmin o məsələdir ki, əvvəldən həmin Zeynəbə Peyğəmbərin məhəbbəti var idi. Var idi, özü üçün alardı, elə əvvəldən. Əlaqəsi vardı, məhəbbəti vardı. Peyğəmbər qəlbində o idi. Allah onu deyir. Amma Allama Təbətabai Əl-Meyzanında deyir ki, qəti surətdə belə deyir. Peyğəmbərin ürəyində saxladığı həmin o məsələdir ki, bunlar ayrılacaq və ayrılandan sonra Allah bunu deyir ki, sən bunu öz alacaqsan. Üçüncü nöqtə nədir? İnsanlardan, ayədən çıxar, insanlardan qorxurdun ifadəsini Allah təala deyir ki, sən insanlardan, Peyğəmbər nədən qorxurdu? Niyə insanlardan qorxurdu? Orada çox mühüm məsələlər var. Önəmli bir nöqtə var burada. Peyğəmbərin qorxduğu nə idi? Peyğəmbərin qorxduğu, baxın, özü üçün qorxmurdu. Digər mənbələrdə üçün qorxurdu, bəli. Digər mənbələrdə gətiriblər ki, Peyğəmbər öz şəxsi canından ötürü qorxurdu ki, mən bununla evlənəcəm, sonra cəmaət mənim üstümə qalxacaqlar, məni öldürə bilərlər, sən öz gəlinlə evliliyi addımı atırsan. Amma Peyğəmbərin ürəyinə qəti bunlar gəlmirdi. Peyğəmbərin qorxduğu İslamın abırı idi. Əlbəttə, yəni siz təsəvvür edin, bu Peyğəmbər bu din üçün nə qədər əziyyətlər çəkib. Hesab eləyinə ki, bir dənə kim eləyər ki, bir belə zəhməti bir dənə qadına qurban verə? Heç kim eləməz. Yəni bunu ağıl da qəbul eləmir. O cür əzab, əziyyətlə İslamın təməli qurulub, az bir zaman keçib də üstündən. İslamın qurulmağı. Vallahi Peyğəmbərimizin Taifdə çəkdiyi əziyyəti bir dənə insan ifadə eləyəndə ki, küçənin uşaqlarına belə Peyğəmbər daşlatdırmışlar. Peyğəmbər canın bir dənə üzümlüyü aparmışdı. O əziyyətin qabağında dəyərmir ki, sən bir belə əziyyəti bir dənə qadına qurban verirsən. Təbii ki, bunu ağıl belə qəbul eləmir. Bəli. Allah ki, Quranda buyurur ki, insanlardan qorxurdun. Peyğəmbərin qorxusu nə idi? Peyğəmbər qorxurdu ki, Allah, indi Allah mənə deyib, sən bu xanımı almalısan, Zeynəblə evlənməlisən. Mən evlənsəm, cahiliyyət dövründə belə bir övladları kimi baxır, belə bir baxış var idi. İnsanlar birdən-birə İslama qarşı necə baxışlar olacaq? İnsanlar birdən-birə, mənə yox ha, özünə yox, İslama qarşı baxışları necə olacaq? Olmayan insanlar İslamdan nifrət edib qaçalar. Olmayan insanlar dinə nifrət edib qaçalar. Peyğəmbərin qorxusu bu idi. Peyğəmbər ondan qorxurdu. Allah təala deyir ki, niyə qorxursan Peyğəmbər? Sən niyə qorxursan? Bir şeydə ki, əmr mənimdir, söz mənimdir, söz sahibi mənəm, sənə əmr eləyən mənəm. Məryəmin məsələsinə gətirək çıxaq da. Həzrəti Məryəmin adı Qurani Kərimdə gəlir. Həzrəti Məryəm çox aburlu, ismətli bir xanım idi. Cəbrəili Allah nazil elədi ki, Allah istəyir sənə oğul övladı verir. Bakirə xanım Məryəm, Allah evində böyüyüb, tərbiyyət alan, orada böyüyən, baxdıdır ki, axı mənim, indiyə ki, mənə insan əli dəyməyib, cəmaat mənə nə deyər? Cəmaat mənim barəmdə nə düşünər? Mən bu Allah evinin xidmətçisiyəm. Atam mənə bura nəzir eləyib. Sonra Cəbrəil dedi, sən niyə narahat olursan? Bu Allahın əmridir. Sən bırax Allahın öhdəsinə. Bu da imanın dərəcəsidir. Sizin həmin yaxşı təslimiyyət budur. İnsan ki, Allaha təslim oldu bir məsələdə, artıq o məsələnin qalın arxasını bıraxsın Allaha. Allah qalanı Allahın öhdəsindədir. Bu da imandır, bəli. İman budur. Bu təslimiyyət budur. Hacı, biz təbii ki, bu mövzu çox uzundur. İnşallah növbəti verilişimizdə bunu davam etdirəcək. Sözümüz burada qaldı ki, Peyğəmbərə Allah buyurdu ki, bəli, sən insanlardan qorxma, qorxulası yalnız mənəm. Ki, bunu inşallah gələn verilişimizdə davam etdirəcək inşallah. Uca Allahdan istəyirik ki, Allah bizi Quran və Əhl-i Beytdən bir anda olsa ayrı salmasın. Allah öz rəhmətin, bərəkətin, məğfirətin müsəlmanlardan, xalqımızdan əsirgəməsin inşallah. Allah amanında.